Bakı şəhər İcra Hakimiyyətində Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 103-cü doğum gününə həsr olunan Heydər Əliyev və Azərbaycan tarixi mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi, aparatın əməkdaşları paytaxt rayonlarında təşkil olunan mərhələlərdə qalib olmuş məktəblilər və kütləvi informasiya vasitələri nümayəndələri iştirak ediblər. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov çıxışında bildirib ki, bugün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan dinamik inkişaf edir, əhalinin sosial-iqtisadi vəziyyəti yaxşılaşır və şəhərlərin abadlığı artır. Qeyd olunub ki, paytaxt rayonlarında keçirilən konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Heydər Əliyev və İlham Əliyevin ölkə tarixindəki rolu barədə elmi məqalələrlə çıxış ediblər. Bildirilib ki, ənənəvi xarakter daşıyan müsabiqədə bu il Bakının 315 məktəbindən 3750-dən çox şagird iştirak edib. Qalib şagirdlərin seçilmiş referatları Bakı şəhər İcra Hakimiyyətinin dəstəyi ilə nəşr olunacaq kitabda toplanacaq.